Bir şey ağlıma gəldi, gözə işıqda yandırım, bir şey işıqda. İllər əvvəl manifestləyirdim ciddi. Onu elə bir olmuş kimi düşünürdüm. Deyirdim ki, mənim maşınım var. Beynimə düşəndə minirəm maşınıma, gedirəm şəhərdə gəzirəm, tur atıram, oturam bir yerdə, maşını çəkirəm kənara, sakit. Bunu dəfələrcə öz beynimdə belə olmuş kimi manifestləyirdim və inanırdım. Deyirdim ki, mənim var, maşınım var. Bəli. İndi eyni manifestlədiyim şeyi yaşayıram. Mafya babalarına oxşuram, tövbə estağfurullah. İndi manifestlədiyim o xəyalımı yaşayıram. Gecə yarısıdır, bir anda yorğun olsam da belə bir beynimə, damarıma düşür. Minirəm maşına tək, şəhərdə, çəkirəm kənara maşını. Tabii ki, yəni küç-bucağa çəkməyin, tövbə estağfurullah. İti var, qobuğu var, qızlar sizə deyirəm. Sözümə qaza gəlib, maşını gedib dağa, ormana çəkməyin. Yəni insan olan yerədə. Ona görə həmişə deyirəm, yenə deyəcəm. Xəyallarınızdan vazgeçməyin. Çünkü onlar sizden vazgeçmir. Siz hayallarınızı yarıda bırakırsınız. Hayallar hiçbir zaman bizi yarıda bırakmır. İnat eləyin. Ona nail olana kadar devam edin. Ve inanın ki göreceksiniz. Ne hayal ettiyseniz o gerçekleşecek. Ama tabii ki oturup evin içinde oturup yorganın içine girip ancak səhərdən sonra manifestlemeyin. Onun için çabalayın. Ona yaxınlaşın. Yaxınlaşmaq için gedin. Elə ki birini sevirsiniz, oturup evde gözlemeyin. Gedin ona doğru. O da göreceksiniz size doğru gelir. Gece saat 3'e içtim desem. Biraz gezdim, tur attım. Çılgın hamsterımla, bilirsiniz, ölkənin ən çılgın arabası bəndədir maşallah. Eve gedirəm çünkü səhər yenə işlərim var. Şu